Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız uşaqlar. Deməli, bizim bugünkü mövzumuz təsviri incəsənət 1-ci sinifdən təbiətin rəngləri 9-cu bölüm olacaq. Foto şəkildə çiçəklər qırmızı, günəş sarı və səma göy rənglərə boyanıb. Bu rənglərdə təbiətdə daha nələr var? Uşaqlar, ümumiyyətlə bildiyimiz kimi qırmızı, sarı və göy əsas rənglərdir uşaqlar. Yəni ən əsas rənglər bunlardır. Digər rənglər bu rənglərin və dolayı yolla olan rənglərin qarşılığından almaq mümkündür uşaqlar. Uşaqlar, onu deyək ki, ilk öncə göy rəngdə dənizlər, göllər və s. bunları əlavə eləyə bilərik. Deməli, dənizi aid eləmək olar, bir sıra çiçəkləri aid eləmək olar uşaqlar. Bunlar məsələn göy rəngdə olur. Qırmızı rəngdə burada məsələn lalələri qeyd ediblər, düzdür uşaqlar. Mən məsələn uğur böcəyini buraya əlavə eləyə bilərəm ki, bildiyiniz kimi qırmızı rəngdədir. Albalını əlavə eləyərəm. Qırmızı alma ola bilər. Məsələn, bunlar qırmızı rəngdədir uşaqlar, bunu da bilirsiniz. Sarı rəngdə arıları əlavə eləyə bilərəm. Sonra sarı kanarya quşları olur uşaqlar. Quşları məsələn əlavə eləyə bilərəm. Limonu əlavə eləyə bilərəm. Məsələn, limon sarı rənglər və s. da uşaqlar. Rəng çeşidi çoxdur. Rəssam öz əsərlərini boyalarla çəkir və belə rəssama rəngkar deyirlər uşaqlar. Yəni rəng işi ilə məşğul olan şəxs. Əsərlərinə isə rəngkarlıq deyirlər, bəli. Quaş var uşaqlar. Quaş sulu boyadır. Boya ilə rəsm çəkmək üçün fırçadan istifadə eləyirlər. Baxın, bu hissədə olanlar quaşdır. Bunlar isə digər rənglə eləyəcəklərim isə bunlar da fırçalardır uşaqlar. Gördüyünüz kimi fərqli fırçalar mövcuddur. Yəni yastı fırçalar var, bir də dəyirmi fırçalar var. Belə. Yaradıcılıq fəaliyyətində uşaqlar nələrdən, quaşdan və fırçadan istifadə eləyərək istədiyimiz bir təbiət rəsmi çəkə bilərik. Məsələn, siz top oynayan iki şəxs və yəni çəmənlikdə top oynayan iki oğlan, günəş, çiçəklər və ətrafda da bir-iki heyvan, pişik və yaxud it şəkil çəkə bilərsiniz. Belə. Bunun tipli bir yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilərsiniz. Uşaqlar, burada bir belə qaleriya rəsmi görürük. Bu Torpağın Arzusu adlı əsərdir. Səttar Bəhlulzadəyə məxsusdur. Gördüyünüz kimi burada həm qırmızı rəngdən, həm yaşıl rəngdən, həm sarıdan, həm də göy rəngdən geniş şəkildə istifadə edilmişdir. Günəşin şüalarının isə gölün üzərinə düşdüyü də aydınca məlumdur uşaqlar. Rəssam əsərində nə görürsünüz? Rəssamın əsərində arxa tərəfdə dağları görürük. Sonra günəşin şüalarının gölün üzərinə düşdüyünü və ətrafda qırmızı, sarı və yaşıl rəngdə çiçəklərin olduğunu da müşahidə etmiş oluruq. Təhlil edirik. Bunu da təhlil edirik uşaqlar. Ön hissəsində hansı rənglər daha çoxdur? Yəni ön hissə dedikdə buranı nəzərdə tutur uşaqlar. Baxın. Yəni bu hissə. Bu hissədə hansı rənglər var? Sarı və qırmızı rənglərdən istifadə edilib. Şərh edək. Əsərdəki məkan haqqında nə düşünürsünüz? Güllərin, dağların forması haqqında danışın. Dağlar, bəli, güllər. Bu uşaqlar, belə deyim də, dağətəyi zonalara məxsus olan ərazilərin fotosudur uşaqlar və buradan məlum olur ki, dağətəyi ərazidə olan bir məkan təsvir edilmişdir və bu daha çox aprel və may aylarına təsadüf edən bir ərazidən söhbət gedir. Belə ətrafda da bir göl mövcuddur. Sonra qiymətləndirək. Əsərdə nə xoşunuza gəldi? Əsərdə dağətəyi zonanın bu qədər gözəl təsvir edilməsi və əsərdə olan müxtəlif rənglərin harmoniyası, yəni müxtəlif rənglərin birləşməsi göz önünə çarpır ki, bu da diqqətimizi cəlb edən əsas xüsusiyyətlərdən biridir uşaqlar. Əsas rənglərdən istifadə etməklə istədiyiniz rəsmi çəkin. Bəli uşaqlar. Əsas rənglər hansı idi? Qırmızı, sarı, göy. Siz də bunlardan istifadə edərək hər hansı bir əsər çəkə bilərsiniz.
Yeni sözlər. Əsas rənglər quaş, rəngkarlıq və rəngkar. Bu sözləri təkrar təhlil edirik və mənalarını aydınlaşdırırıq uşaqlar. Əsas rənglər nə oldu? Qırmızı, sarı, göy. Nəyə görə bunları əsas rənglər deyirlər? Çünki digər rənglərin hər birini bu rənglərdən əldə etmək mümkündür. Quaş nə idi? Quaş sulu boya. Rəngkarlıq nədir uşaqlar? Rəngkarlıq sənət əsəri yaradan və müxtəlif rənglərdən istifadə edən rəngkarın sənətinə rəngkarlıq deyilir. Bəs rəngkar nədir? Sulu boya ilə məşğul olub müxtəlif sənət əsəri yaradan belə deyim, şəxsə rəngkar deyirlər. Bugünlük bu qədər uşaqlar. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.